Salam, dəyərli izləyicilər. Bugün sizlərlə belə bir maraqlı sualın həllinə baxacağıq. Limit x sonsuzluğa yaxınlaşında a kosinus 1 çıxılsın x bölünsün 2x plus 1. Bunun həllini vermək üçün limiti a kosinusun içinə keçirdə bilərik. A kosinus limit x sonsuzluğa yaxınlaşanda 1 minus x 2x plus 1. İndi bu limiti həll edir. A kosinus hər tərəfi x-ə bölsəm, onda 1 bölü x sıfır 1 2 üstənlər 1 bölü x. O da bərabərdir. X sonsuzluğa yaxınlaşdığı üçün ədəd bölünsün sonsuzluq bizə 0 verir. Ona görə bunlar 0 edəcək. Qalacaq a kosinus mənfi 2-də 1. Mənfi 2-də 1. İndi a kosinus mənfi 2-də 1-də biz bilirdik ki, a kosinus mənfi varsa pi çıxılsın, a kosinus yazılır. Yəni pi çıxılsın, a kosinus 2-də 1. A kosinus 2-də 1-i də pi bölü 3-də alır. Pi çıxılsın pi bölü 3. O da mənə verir